deyirik ki, əsəbləşməyəcəm. Adətən əsəbləşirik. Əsəbləşəndən sonra deyirik ki, ay Allah, mən nə üçün əsəbləşdim? Hər bir şeyi dağıdırıq. Neyək ki, bu əsəbimizi, stresimizi əlimizdə saxlaya bilək? Ümumiyyətlə, hal-hazırda demək olar, təkcə bizim deyil, dünyanın ən böyük problemi stressdir. Yəni, əsəb, gərginlik, daxili gərginlik, yuxusuzluq və stres. Yəni, hal-hazırda istər yaşlı, istər gənc nəsil həkimlərə belə gedir. Həkimlər belə hamısını bir yönə yönləndirir ki, səndə stressdən yaranıb. Doğru. Ancaq bir şeylər, saçın tökülür stressdən, ürəyin ağrıyır stressdən. Bəs nədir bu stres? Hamı deyir stres. Okey də bu stres nədir? Bunu bir araşdırmaq lazımdır. Belə deyim ki, bizim beynimizin müəyyən mexanizmaları vardır. Bizi həyatda saxlamaq üçün, çoxalmaq üçün, böyümək üçün, güclü olmaq üçün və bizi müdafiə etmək üçün sistemlər də vardır. Əslində stres insanı müdafiə etmək üçün beynin yaratdığı bir sistemdir. Yəni, deyək ki, sən bir müharibədəsən, səngərdəsən, o anda səndə stres olmalıdır ki, sən düşünə biləsən ki, bu vəziyyətdən necə çıxım, təhlükəli haldan çıxarmaq üçündür. Beyin səni buna bir müdafiə mexanizması kimi hədiyyə eləyib stresi. Sadəcə belə bir şey var. Bir əsgər o səngərdən çıxır, müharibə qurtarır, üstündən 10 ay keçir. Elə bir ki, yenə də o stres onun bədənində qalır. İnsanlar bəzən stresli bir anlar yaşayır. Yaşayıb bitirəndən sonra hələ də beyinə siqnal getmir ki, mən təhlükəsizlikdəyəm, öz mağaramdayam, evimdəyəm, güvəndəyəm. Hələ də beyin ilişib qalıb o stresdə. İlişib qaldığı üçün bu stres başlayır insanda daxili gərginlik yaratmağa. Əl, ayaq çeyiyir, bədən gərilir, huzursuz olursan, narahat olursan, xüsusilə də axşam vaxtları başlayır adamın qəlbi sıxılmağa. Belə bu sinə hissi elə bir daralır, yerə-göyə sığmırsan. Sonra başlayır yuxusuzluq və bundan başlayır mənfi düşüncələr, yavaş-yavaş həyatdan soyuma, narahatlıq və həyat balansının pozulmasına gətirir, çıxarır. Yəni, təməldə stres bizim beynimizin bir müdafiə mexanizmasıdır. Əgər biz onu aktiv eləyəndən sonra, işığı yandırandan sonra söndürməlisən. Əgər onu söndürmürüksə, beyin qalır stres modunda. Mütəmadi olaraq ondan köklənir. Bəli, necə paltar yuyan funksiyaları var, rejimi. Qoyursan 30 dərəcə, 60 dərəcə. Beynində rejimlər var. Beyin ilişir qalır stres rejimində. Və onu beyni kodlamayanda, çıxaramayanda o rejimdə də işləyir. Çox maraqlıdır Murad bəy, yanaşmanız hədsiz maraqlıdır. Əslində onda özü kodlaya bilər onu? Bəli, özləri də eləyə bilər, hər hansı bir şəxs də onu çıxara bilər o vəziyyətdən. Amma belə deyim, təəssüflər olsun ki, artıq bir insanın, deyək, ətrafında olan sıravi bir insanda bir terapist və ya psixoloqdan söhbət getmir. Deyək, Aytən xanım streslidir və Aytən xanım istəyir ki, Fuad bəy onu stresdən çıxarsın. Misalda, deyək, ətrafında olan bir şəxs. Amma və lakin burada belə bir problem var. Fuad bəyin özü də stresli olduğu üçün Aytən xanımı çıxara bilmir. Yəni, ətrafındakı insanlar da stresdə hal-hazırda. Yəni, sən taksiyə minsən, oradakı streslidir. Metroya minsən, insanlar streslidir. Fərqli olsalar da, bəli, fərqli olsalar da, olsalar hərəsin fərqli rejimdə stressdədir. Yəni, o adamlar özü çıxa bilmir ki, səni də çıxarsınlar o quyudan. Aydındır. Və burada çıxanmadığı üçün, sən də stresli olduğu üçün gəlib deyək, iş ortamında da insanları gərgin saxlayırsan. Sonra iş yerindəkilər gəlir evindəki yoldaşını gərgin saxlayır. Yoldaşı uşaqları stresə salır. Uşaqlar təzədən müəlliməni stresə salır. Müəllimə gedir öz yoldaşını. Yəni belə bir zincir yaranır və kütlə olaraq, kollektiv şuur olaraq, bu tək Azərbaycana aid deyil, dünyaya aiddir. Başlayır insanlar stresli yaşamağa. Yəni gərgin halda yaşayırlar.